İzləyicilərimiz, bugünkü videomda sizinlə birlikdə 8-ci sinif Azərbaycan tarixindən KSQ 1-ə baxacağıq. Qeyd edim ki, KSQ-ni özüm hazırlamışam, yəni ki, digər saytlardan, kanallardan götürülməyib. Ona görə də gəlin vaxt itirmədən başlayaq. Ad, soyadı, sinifinizi, məktəbinizi qeyd etdikdən sonra başlayırıq birinci suala. Səfəvi şahı 1-ci Təhmasibin ölümündən sonra hakimiyyətə gəldi. Cavab olacaq Məhəmməd Xudabəndə, yəni B variantı. 2-də Osmanlı Səfəvi dövlətlər arasında 2-ci müharibə mərhələsi başlandı. 10 ballıq sualda 2-də doğru cavabımız olacaq B variantı 1578-1587. 3-də Koroğlu abidəsinin açılışı neçənci ildə olmuşdu? 5 ballıq sualda. Burada deməli 3-cüdə doğru cavabımız olacaq 2010, yəni C variantı. 4-də Loru yaşayış məskəni neçənci əsrdə dağılmışdır? 5 ballıq sualdır. Burada doğru cavabımız olacaq 12, yəni A variantı. 5-də Mənədə sülh müqaviləsi neçənci ildə imzalanıb? Deməli, Mənədə sülh müqaviləsi imzalanıb 5-ci sualda 1612-ci ildə. Amma 1612 burada 2 variantda qeyd olunubmu? Yox, olmayıb. Deməli, elə B variantını götürürük. Deməli, daha sonra Hörmüz azad olundu. 1622-ci il, 1612-ci il, 1605-ci il, 1612-ci il. Burada qeyd olunmuşdu 2 dəfə. 1612-ci il olacaq doğru cavabımız. 2 dənə variantda qeyd olunub. D variantını çıxırıq, qalır B variantı. Yəni ki, 1612-ci variantda da doğrudur. Deməli, 7-cidə Səfəvi dövlətinə gəlmiş Avropa səyyahları hansılardır? 7 doğru cavabımız olacaq. Deməli, hamısı ola bilər. 1, 2, 3, 4, 5. Yəni, hamısını götürürük burada. Hamısı. Daha sonra 8 deyir ki, Qəsid Şirində müqaviləsi bağlandı. 10 ballıq sualdır. Deməli, verib 1639-cu il A variantında verib. 1642-ci il, 1622-ci il, 1620-ci il. Burada deməli 8-ci sual doğru cavabımız olacaq 1639-cu il, yəni A variantı bayaqki səhifədə. Deməli, daha sonra 9 açıq sualdır, 10 da açıq sualdır. 9-umuz 15 ballıq sualdır. 1-ci Təhmasib tamğa vergisinin məhv olmasından sonra fərman verdi. Bu fərman nələrə təsir göstərdi? Yəni, bu açıq suallarda əminəm ki, %100 bütün kəsəqələrdə olacaq. Ona görə qeyd etmişəm elə. Deməli, mən buna artıq şifahi deyəcəm. 2 day onu yazmayın bir-bir. Deməli, əziz izləyicilərim, 1-ci Təhmasib tamğa vergisini ləğv etdikdən sonra verdiyi fərman nəticəsində sənətkarların və tacirlərin iqtisadi vəziyyəti yaxşılaşırdı. Ticarət və sənətkarlıq sahəsində inkişaf baş verdi. Vergi yükünün azalması əhalinin rifahına müsbət təsir göstərdi. Yenidən təkrar edirəm hər ehtimala qarşı. 1-ci Təhmasib tamğa vergisini ləğv etdikdən sonra verdiyi fərman nəticəsində sənətkarların və tacirlərin iqtisadi vəziyyəti yaxşılaşdı, ticarət və sənətkarlıq sahəsində inkişaf baş verdi. Vergi yükünün azalması əhalinin rifahına müsbət təsir göstərdi. Deməli, 9 belə idi. 10-da əminəm ki, bütün kəsəqələrdə ola bilər. Hətta sizdən soruşa bilər ki, torpaq mülkiyyət formaları hansılardır və daha sonra soruşa bilər ki, nə bilim, bunların nələr xüsusiyyətləri var. Yəni, onlar da soruşa bilər. Onları da görə də məşq eləyin onlarda. Deməli, torpaq mülkiyyət formaları artıq 20 ballıq sualdır. Artıq bunu da şifa deyəcəm. Qeyd elədiyi kimi 6 dənədir. Birincisi, ikincisi, üçüncüsü, dördüncüsü, beşincisi, bir də altıncısı. Deməli, əziz şagirdlər, birincisi olacaq dövlət torpaqları. İkincisi olacaq xəzinə torpaqları. Üçüncüsü olacaq vəqf torpaqları. Deməli, dördüncüsü olacaq mülk torpaqlar. Beşincisi olacaq iqta torpaqları. Altıncısı olacaq təyin edilmiş şəxsi torpaqlar. Deməli, təyin edilmiş şəxsi torpaqlar da adi bəylər, əmirlər və s. tərəfindən idarə olunan. Yəni, belə. Beləliklə, bugünkü KSQ-miz